Turan Tovuz Peak Ay Qrup şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Tədbirdə klubun prezidenti Ehtiram Quliyev, Gənclər və İdman naziri Fərid Qayıbov və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. İlk öncə Ehtiram Quliyev çıxış edərək tərəfdaşlığın vacibliyini vurğulayıb. Daha sonra Fərid Qayıbov bunun idman ictimaiyyəti üçün bayram olduğunu vurğulayıb. Ardınca imza mərasiminə keçid edilib. Turan Tovuz Futbol Klubu Peak Ay Qrup şirkəti ilə rəsmi əməkdaşlığa başlayıb. Mərasim bədii hissə ilə davam edib. Media nümayəndələrinin suallarını cavablayan Ehtiram Quliyev əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Turan futbol komandası klubu üçün, ümumiyyətlə Azərbaycan futbolu üçün çox əlamətdar bir hadisədir. Demək ki, ölkəmizdə futbol inkişaf eləyir, demək ki, ölkəmizdə idman inkişaf eləyir. Demək, biz əvvəllər şirkətlər cəlb eləməkdə çox çətinlik çəkirdik. İndi futbolumuzla paralel maliyyə sahəsində dəstəklərimiz də şaxələnir, artır. Bu bariz bir nümunəsi idi. Biz xüsusən qeyd eləmək istədik ki, sponsorluq məbləğinin gizlin qalmamağını istədik. Bu digər şirkətlərə də stimul olacaq, digər klublara da həyəcan verəcək. Onlar da cəlb eləyə biləcəklərini görəcəklər. Həmçinin Quliyev yeni mövsüm üçün transferlər haqqında da danışıb. Danışmış olduğumuz çox vacib oyunçular var idi. Məlum hadisə ilə əlaqəli planlarda bəzi dəyişikliklər eləməli olduq. Uzun müddət apardırmış olduğumuz danışıqlar, bilirsiniz də Avroliqalarda iştirak eləmək oyunçulara əlavə stimuldur. Bizdə alınmadı, ona görə planlarımızda bir dəyişikliklər oldu. Daha 2 transferi nəzərdə tuturuq minimum və heyətimizi gücləndirməyə davam eləyəcək. Qeyd edək ki, Turan Tovuz və Peak Ay Qrup şirkəti arasında bağlanan müqavilənin dəyəri $2 milyon təşkil edir.